Burada işləyirsən? Burada işləyirsən? Neçə yaşın var sən? Neçə yaşın var? Hə? Deyirəm, neçə yaşın var sən? Hə, var. Az yaşlı burada nə gəlsən? Hə? Mən deyirəm də, neçə yaşın var sən? 18, sənədi göstər görmələn sən 18 yaşın var. Yaxşı, mən indi sən olduğu kimi göndərərəm adiyyatı qurumlara. Görüm, sən kim icazə verib adiyyatı burada işləyirsən? Narahat olma. Qoy yerə çıxaratan. Qoy yerə çıxaratan, narahat olma. Antiyaşlını burada işlədən sahibkardadır günah ki, antiyaşlını bura niyə gətirir? Yox, kömək eləsə də bu antiyaşlıdır. Bunun burada nə gəzir? Praktika niyə oxumasın, niyə əlində sənədi olmasın? Oxuyur, hələ antiyaşlını gətiriblər burada. Məktəb, hə? Memardır. Hədə indi olduğu kimi yayına verərik ki, antiyaşlını gətirib burada işlədirlər. Ged müdürüyə çağır, qoy müdürün də bilsin. Neçə yaşı var oğlanın? Olmayıb, olacaq. Nətər məktəblidir bu? Məktəblinin 18 yaşı olur. Hə. Salam, hər vaxtınız xeyir. Baş verən oğlan hara çıxdı aradan? Başa çıxardı. Az yaşlı uşaqdır. Necə nə dəxli var? Mətbuat işçisi. Sizin mətbuat işçiniz nədir? Adamları güdürsünüz. Yox, adamları güdmürük. Çəkilişi yayına vermək üçün. Az yaşlı uşaq burada nə gəlir ki? Səbəb lazımdır. Az yaşlı uşaq işləyə bilər burada. Burada səbəb nə problem var? Deyirəm, az yaşlı uşaq işləyə. Sizin vəzifə borcunuz nədir? Bizim vəzifə borcumuz olduğunu gördük. Görülən yerlərə gəlib çəkiliş edib. Bəli, çəkiliş eləmək, bəli. Başqa yəni problem yoxdur. Yox, başqa nə problem var ki? Başqa problemi də həll edirik. Çəkirik, yayına veririk, işıqlandırırıq. Biz jurnalistin işi nədir? Mərdimadar yox, o sözü deməyək. Mərdimadar başqa şeydir, mərdimadarçılığı. Mərdimadar, ay müəllim, mərdimadar gəlib dayanırsan, əlavə tikili gedəndə onu söktürürsən, axıra qədər gəlirsən, sorğu ünvanlayırsan prokurorluğa, sorğu ünvanlayırsan icra hakimiyyətidir. Yox, pres hər zaman hər işə müdaxilə eləyə bilər. Müdaxilə o deyir, mən iş dayandırım. Sadəcə olduğunu gördüyümüzdə çəkilib yayına veririk. Bizim də nə qazanırsınız ki ondan? Nəsə qazanmaqla, yox. Bəli. Allah xeyirli olsun. İşlərinizdə uğurlar, ona deyək. Lazım Olanda evimizdə var, ay müəllim. Biz kimə müraciət edək? Yəni konkret deyək ki, qardaş, Problem gəlib yoxdur. pres bizi hələ qorxu eləyir. Hədə qorxu elədi. Harda gəldim? Harda da qorxu elədi. Sən bizi şantaj eləyirsən Mən üzə. şantaj eləmirəm. Sən bizi şantaj eləyirsən. 100 dənə pres gəlir. 100 gələ bilər, amma indi siz bizi Siz şantaj bizə necə eləyirsiniz. məlumat verirsiniz? Başa Məlumat düşmürəm. vermirik. Bizim Necə olur? işimiz Ya olduğu kimi çəkmək. bir nəfər siz gəldiniz. Prosta mənim maraqlıdır. Gəldiniz, başa düşdünlər. Sizdən qabaq 100 dənə pres gəlib. 100 nəfər gəlib. And ol Onun Allaha. nə aidiyyatı var, müəllim? Yox, nə aidiyyatı yoxdur. nəfər olub bu gündən. Bu gündən bir yerdə bəli 100 nəfərə yaxın adam gəldi presdən. Mənə yəni o maraqlıdır. Yəni sən gəlmirsən, problem yoxdur. Ancaq məsələ ondadır ki, yəni bu qədər haqsızdır. Yəni bu qədər nə bilim belə də adamı nə yerinə qoyurlar ki? Yəni sizdə qrupdur, nədir? Yəni bir-birinizə məlumat verirsiniz. Niyə qrup olmur? And ol Allaha elə bir şeydir. Onda sizdə qrup- Hamı bir-birinə məlumat verir. Müəllim, adınız nədir? Adım Vəlidir. Vəli müəllimdir. İndi adınızı səhv deyil, amma yenə də mən sizə Vəli deyərək müraciət edirəm. Vəli müəllim, yaxşı, siz məsələn sizdən götürmürəm. Opşik götürürəm və hər yerdə tikintilər gedir, hər yerdə söküntü gedir, günü-gündən artırırlar. Onda siz qrup halındasınız, elə tikə-tikə gedirsiniz. Üçün tikinti. Biz də jurnalistlik işimiz burada çəkə-çəkə getmək. Bildimi, jurnalist gəldi birinizdən, siz gəldiniz. Məsələn deyirəm də, bir nəfər, 3-4 nəfər siz gəldiniz, dördünüz də pres siz.